Salam əziz valideynlər və şagirdlər. Mən sizlərə 2-ci sinif Azərbaycan dili dərslikdən tapşırıqların izahını verəcəm. A tapşırığından başlayaq. Osman Babanın adındakı saitlərin oxşar xüsusiyyətlərini müəyyən edin. Bu saitləri tələffüz edərkən dodaqlarınızın vəziyyətinə diqqət yetirin. Hansı fərqi hiss etdiniz? Bu sualı cavablandırmamışdan öncə gəlin dodaqlanan və dodaqlanmayan saitlər haqqında bizə verilən qayda ilə tanış olaq. Dodaqların vəziyyətinə görə saitlər iki yerə bölünür. Dodaqlanan saitlər, dodaqlanmayan saitlər. Dodaqlanan saitlər O, Ö, U, Ü. Tələffüz edərkən görürük ki, dodaqlar bir qədər büzülür və irəli çıxır. Dodaqlanan saitlərdə dodaqlar bir qədər büzülür və irəli çıxır. Dodaqlanmayan saitlər isə A, Ə, E, I, İ saitidir. Dodaqlanan saitlərin tələffüzü zamanı dodaqlar bir qədər irəli uzanır və dairəvi forma alır. Bizə deyir ki, Osman Babanın adındakı saitlərin oxşar xüsusiyyətini müəyyən edin. Osman Babanın adında olan saitin hansı oxşar xüsusiyyəti var? Biz Osman Babanın adında olan gəlin saitləri əvvəlcə müəyyən edək. O saiti var, bir də A saiti var. Bunların oxşarlığı nədir? Bu saitlərin oxşarlığı hər iki saitin qalın sait olmasıdır. Gəlin qalın saitləri yada salaq. A, I, O, U. Qalın saitlər içərisində görürük həm A saiti var, həm də O saiti var. Osman Babanın adında da O və A saiti vardır. Yəni bunların hər iki saitin qalın olması oxşarlığıdır. Tərkibində dodaqlanan sait olan sözləri seçin. B tapşırığında deyir ki, hansı sözün tərkibində dodaqlanan sait var, həmin sözləri seçin. Ailə sözündəki saitlər A, İ, Ə gördüyümüz kimi dodaqlanmayan saitlərdir. Soyuq sözündə O, U. Dodağımız bir qədər irəli çıxdı, dairəvi forma aldı. Bəli, soyuq sözündə dodaqlanan saitlər iştirak etmişdir. Yağış sözündə A, I saiti var. Bu saitlər dodaqlanmır. Üzüm sözündə üzüm, Ü saiti var, dodaqlanır. Uzun sözündə U saitidir, dodaqlanır. Boru, O, U. Dodaqlanan saitli sözdür. Moruq, O, U saiti var, dodaqlanır. Kömürdə Ö, Ü dodaqlanır. Dəyirmi sözündə isə Ə, İ saitidir və dodaqlanmayan saitlərdir. Geyim sözündə də E, İ saitdir. Bunlar da dodaqlanmayan saitlərdir. Saitləri aşağıdakı kimi qruplaşdırın. Gəlin qruplaşdıraq. İncə dodaqlanan saitlər. İncə dodaqlanan saitlər hansılardır? Yəni, həm incə olsun, həm də dodaqlansın. Üdür, bir də Ö saiti. Ö, Ü saiti. İncə dodaqlanan saitlərdir. Biz dodaqlanan saitlər, dodaqlanmayan saitlərlə tanış olduq. Baxırıq, dodaqlanan saitlərin içərisində O, U dodaqlanan qalın saitdir. Ö, Ü dodaqlanan incə saitdir. Qalın dodaqlanan saitlər. Qalın dodaqlanan saitlər dedik ki, O və U saitidir. İncə dodaqlanmayan saitlər. İncə olsun və dodaqlanmasın. Bunlar hansı saitlərdir? Ə saitidir, İ saitidir, E saitidir. Biz incə saitlər içərisində diqqət etsək, görərik ki, incə saitlər içərisində daha doğrusu incə saitlər içərisində E, Ə, İ, Ö, Ü saitləri vardır. Ö, Ü incə dodaqlanandır. E, Ə, İ incə dodaqlanmayandır. Qalın dodaqlanmayan saitlər. Qalın dodaqlanmayan saitlər hansılardır? Qalındır, A saiti, I saiti və dodaqlanmayan saitlərdir. Qalın dodaqlanmayan saitlər. Davam edək. Sözləri saitlərin növlərinə görə qruplaşdırın. Bu qrupla işdir. Ancaq izahlı olsun deyə, öyrənək deyə izah edəcəm. Sözləri saitlərin növünə görə qruplaşdıraq. İncə dodaqlanan saitli sözlər. Sözdəki saitlər incə olsun və dodaqlanan saitlər olsun. Yerpiç sözündə E və İ saiti incədir, amma dodaqlanmır. Ömür sözündə ömür, Ö, Ü saiti incədir və dodaqlanır. Soyuq sözün qapı sözüdür. Qapı sözündəki sait qapı qalındır, dodaqlanmayandır. Baxın, qalın, dodaqlanmayan. Burada qeyd edirik. Qapı.
Yelpik sözünü incə dodaqlanmayana əlavə edirik. Yelpik. Aha. Sonra soyuq, soyuq sözündəki saitlər o, u qalındır, dodaqlanandır. Gəmi, ə, i saiti incədir, dodaqlanmayandır. Balıq, a, ı saiti qalındır, dodaqlanmayandır. Kömür, ö, ü saiti, ö, ü incədir və dodaqlanan saitdir. Yaşıl sözündə a, ı qalın saitlərdir, dodaqlanmır. Rəqib sözündəki saitlər ə, i incədir və dodaqlanmır. Qeyd edirik qarşısına. Qonşu sözündə o, u saiti qalındır və dodaqlanandır. Bizə deyir qalın dodaqlanan. Meşə incə saitli sözdür və dodaqlanmayan saitlərdir. E, ə. Gümüş incə saitlər iştirak etmişdir və saitlərimiz dodaqlanandır. İncə dodaqlanan saitlərdir. Ü saiti. Uzun sov. Uzun söz sözündə u və o saitləri var. Qalın saitdir və dodaqlanan saitdir. Davam edək. Eynək, qısa. Eynək incə saitli sözdür. Eynək. Və dodaqlanmayan saitlərdir. E, ə. Qısa sözü qalın saitlidir. I, a və dodaqlanmır. Xoruz sözündə o, u dodaqlanan saitdir və qalın saitdir. Yaxmac, yaxmac sözündə a sait işlənmişdir, qalın saitdir. Üzrsən, xoruz sözüm bura yox. Mən bir qədər qarışdırdım. Qısa sözünü bura yazmalıyam. Xoruzu isə bura qeyd etməliyim. Çünki deyir ki, qalın sait olsun, dodaqlanan olsun. Digərində deyir, qalın olsun, dodaqlanmasın. Yaxmac sözündə qalındır və dodaqlanmayandır. Kərim, ə, i saiti incədir, dodaqlanmayan saitdir. Bolluq, bolluq sözündə o, u saiti var, qalındır, dodaqlanandır. İcid, incə saitdir və dodaqlanmayandır. Köpük, ö, ü incə saitdir, dodaqlanır. Qaşıq, a, ı saitləri qalındır, dodaqlanmır. Qalın dodaqlanmayan. Bura qeyd edək. Və sonuncu söz murov sözüdür. Murov sözündə o, u qalın saitdir və dodaqlanandır. Sözlərimiz uyğun olaraq qruplaşdırdıq. D tapşırığında deyir ki, ailənizin fəxr etdiyi yaxın qohumunuz haqqında məlumat toplayın. Məlumat vərəqi aşağıdakı kimi tərtib edin. Yoldaşlarınıza tanıtmaq istədiyiniz qohumunuzun adını, soyadını, atasının adını yazın. Ola bilər ki, sizin qohumlarınız içərisində tanınmış bir şəxsiyyət olsun, məsələn,
Qarabağ müharibəsində iştirak etmiş, qazi olsun, şəhid olsun, tanınmış bir insan ola bilər. Siz onunla fəxr edə bilərsiniz, qürur duya bilərsiniz. Bu insan haqqında məlumat yaza bilərsiniz. Məlumatda onun adını, soyadını, atasının adını qeyd edə bilərsiniz. Və yaxud da ki, hər hansısa bir qohumunuzda çox yüksək savadı var, hansısa tanınmış bir dünya universitetində oxuyur və ya idmançıdır, həyatda müəyyən uğurları var. Bunu öz yoldaşlarınıza yazmaqla tanıda bilərsiniz. Onun şəklini vərəqə yapışdırın, şəklini də qeyd edə bilərsiniz. Onunla qohumluq əlaqənizi yazın. Yəni əminiz oğludur, bibiniz oğludur. Necə qohumsuz? Bu cür qeyd edirsiniz. Qohumunuzla bağlı bildirmək istədiyiniz məlumatları yazın. Yazınıza başlıq verin. Yazınıza da başlıq olaraq ad verə bilərsiniz. Yəni hansı mövzu haqqında yazsanız o qohumunuzu necə tanıtsanız, məsəl üçün idmançıdırsa başlıq verə bilərsiniz ki, məşhur idmançı. Məsələn, bu cür yaza bilərsiniz. Bir dəqiqə. Aha, davam edək. Şeirin adını oxuyun, məzmununu təxmin edin. Şeirimizin adı Yadigar adlardır. Yadigar adlarda məzmunu necə təxmin etmək olar? Yadigar adlarda yəni bizə babamızın, nənəmizin adı yadigar ola bilər. Məsəl üçün, bəzi uşaqlar var ki, onlara babaların adı qoyulub və yaxud da babasının, atasının adı qoyulubdur və yaxud ulu babasının adı qoyulubdur. Həmçinin də qızlara nənəsinin adı qoyulub və yaxud da ki, nənəsinin anasının adı qoyulub. Bu cür. Yəni, onlar bizə, o adlar bizə yadigar qalırlar nənələrimizdən, babalarımızdan. Şeiri oxuyaq. Tural, Günay, mən və Günel bir babanın nəvəsiyik. Bu dünyadan köçüb getmiş igidlərin əvəziyik. Ürəyimiz ayrı deyil, elimizdən, obamızdan, adlarımız yadigardır, bizə Qorqud babamızdan. Biz getsək də onlar qalıb, əsrlərlə yaşayacaq. Babaların, nənələrin adlarını nəvələri daşıyacaq. Şeirin müəllifi olur Rafiq Yusifoğlu. Baxaq tapşırıqlara. Nənə və babanızın sizdən başqa nəvələri varmı? Onlar kimlərdir? Nənənizin və babanızın sizdən başqa nəvələri varmı? Məsələn, sizin bacınız, qardaşınız varsa, o sizin nənənizin, babanızın da nəvəsi sayılır. Və yaxud da ki, dayınız uşaqları, xalanız uşaqları, bibiniz, əminiz uşaqları, onlar da sizin babanızın, nənənizin nəvəsi sayılır. Bizə deyir ki, cütlərlə işlə S tapşırığında. Şeirin hansı misralarında sözlərin tərkibində yalnız dodaqlanmayan saitlər iştirak edir? Baxırıq şeirimizə. Tural, Günay, mən və Günel. Baxırıq, burada dodaqlanan saitlər var. Ona görə birinci misranı götürmürük. Çünki udu, üdü dodaqlanan saitlərdir. Bizə deyir, şeirin hansı misrasında dodaqlanmayan saitlər var? Bir babanın nəvəsi, baxın. İ, A, I, Ə, İ, bunlar dodaqlanmır. Bəli, ikinci misrasında dodaqlanmayan saitlər iştirak etmişdir. Bu dünyadan köçüb getmiş Ö, üdü, bunlar dodaqlanır. İgidlərin əvəzi. Buradakı saitlər dodaqlanmır. Ürəyimiz ayrı deyil. Burada Ü dodaqlanan var. Elimizdən, obamızdan o dodaqlanır. Adlarımız yadigardır. Üçüncü misrada. Gördük ki, hər iki sözdə dodaqlanmayan sait var. Bizə Qorqud babamızdan. Biz getsək də onlar qalıb. Burada dodaqlanan sait var.
Əsrlərlə yaşayacaq. A, dodaqlanan sait var. Babaların, nənələrin adlarını nəvələri daşıyacaq. Burada da dodaqlanmayan saitləri gördük. Yəni şeirin birinci bəndində, ikinci, dördüncü misralarda dodaqlanmayan saitli sözlərdir. İkinci bəndində, üçüncü misradadır dodaqlanmayan saitlər iştirak etmiş söz. Yəni buradakı sözlərin heç birində dodaqlanan sait yoxdur. Sonuncu misrada, sonuncu bənddə isə ikinci misra, üçüncü misra və sonuncu, dördüncü misrada dodaqlanan saitlər iştirak etməmişdir. B tapşırığına baxaq. Nənə və babanızın sizdən başqa nəvələrin var mı? Bunu dedik, üzr istəyirəm. B-yə, C-yə baxdıq. İndi C-yə baxaq. Aşağıdakı mətni oxuyun. Şeirin hansı misrası ilə səsləşdiyini müəyyən edin. Baxaq. Qədim zamanlarda Türk elində bir adət vardı. Yeni doğulan körpəyə ad qoyulmazdı. Uşaqlar böyüyəndə ona ad qoyma mərasimi keçirilərdi. Qohum qonşular bir araya toplaşar, elin ağsaqqalı Dədə Qorqud gələrdi. O, gəncin əməllərinə uyğun ad seçərdi. Qopuz çalaraq gəncin adını hər kəsə bəyan edər, ona öz xeyir duasını verərdi. Mətnimizi oxuduq və burada bizə deyir ki, mətndən istifadə etməklə şəkilə bir neçə cümlə ilə təsvir edin. Baxın, buradakı mətndən seçə bilərsiniz. Mətndəki cümlələrdən də istifadə edərək yeni bir mətn qura bilərsiniz. Mətnimizi necə qura bilərik? Qura bilərik ki, qədim zamanlarda uşaqlar bir qədər böyüdükdən sonra onlara ad qoyulardı. Bir gün bir gəncin ad qoyma mərasimi keçirildi. El oba, elin ağsaqqalı Dədə Qorqudun ətrafına toplaşdı və Dədə Qorqud gəncə ad verdi və gəncə ad qoydu və ona xeyir dua verdi. Bu cür yəni mətn qura bilərsiniz. Sizin qurduğunuz mətn bir qədər də fərqli ola bilər. Burada Ç tapşırığında həmçinin bizə deyirdi ki, diqqətin bir qədər dağıldı. Şeirin hansı misraları ilə səsləşdiyini müəyyən edin. Baxın, əziz şagirdlər, burada deyir ki, qohum qonşuları bir araya toplaşar, elin ağsaqqalı Dədə Qorqud gələrdi. O gəncin əməllərinə uyğun ona ad verərdi. Həmçinin də burada şeirimizdə də deyir, elimizdən, obamızdan adlarımız yadigardır, bizə Qorqud babamızdan. Baxın, burada da Dədə Qorqudun adı çəkilmişdir, mətnimizdə də Dədə Qorqudun adı çəkilmişdir. Söz boğçasına diqqət edək. Söz boğçasında bizə verib adət. Adət nədir? Adət qədimdən bəri bir xalqda qəbul edilmiş, kök salmış ənənədir. Adət, ənənə. Ağsaqqal, yaşı çox olan, saqqalı ağarmış, müdrik bir insana deyirlər ağsaqqal. Qopuz, qopuz sözünün mənasını burada da vermişdir. Qopuz saza oxşayan qədim simli alətdir. Qopuz nə oldu? Saza oxşayan qədim simli musiqi alətidir. Bəyan etmək, bildirməkdir. Xeyir dua da kiməsə xeyir dua vermək. Yəni o insana xoş arzular bildirirsən, dua edirsən. Sonra E tapşırığına baxaq. Qopuz sözünün izahını oxuyun. Varlığın əlamətlərini və ümumi mənasını bildirən sözü müəyyən edin. Baxın, qopuz sözünün izahını oxuyaq. Qopuz sözünün izahı nədir dedik? Saza oxşayan qədim simli musiqi alətidir. Deyir, varlığın əlamətini, ümumi mənasını bildirən sözləri müəyyən edin. Varlıq, yəni saza oxşayan, burada deyir ki, varlığın əlamətini. Əlaməti nədir? Saza oxşayır, qədim simli, musiqi aləti olması da onun ümumi mənasını bildirir. Yəni, ümumi hansı qrupa aiddir? Musiqi aləti, musiqi alətidir. Bu qədər, əziz uşaqlar. Növbəti dərsi gələn izahlarımızda
səsləndirəcəm. Bu qədər. Hələlik.